Son illərdə təhsil müəssisələrində valideynlərdən pul yığılması ilə bağlı dəfələrlə şikayətlər səsləndirilib. İstər bağçalarda, istər məktəblərdə bu hallar valideynlərin narazılığına səbəb olur. Baxmayaraq ki, Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dəfələrlə xəbərdarlıq edərək belə halların qəti şəkildə qadağan edildiyini bildiriblər. Oxşar hallar hələ də müşahidə olunur. Missiyaya daxil olan məlumata görə, bu dəfə Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 7B sinifində valideynlər ciddi narazılıq ediblər. Valideynlərin sözlərinə görə sinif rəhbəri Roza müəllim valideyn komitəsinin rəhbəri kimi Aynura Hümbətovanı təyin edib və onun vasitəsilə valideynlərdən pul yığır. Adının çəkilməsini istəməyən də digər valideyn açıqlamasında deyib. Komitə rəhbərini Roza müəllim özü seçib. Kart da onun adınadır. Kimin kartına pulu atmırsa, o valideynin uşağına qarşı ayrı seçkilik edilir. Bir məsələ də var ki, məktəb başlamamışdan əvvəl bizə şərt qoydular ki, gündəlik almayın. Onu da sinif rəhbəri alacaq. Pulu ona ödənəcək. 15 sentyabr bilik günü ilə bağlı da 5 manatdan pul yığılıb sinif rəhbərinə gül alınıb. Bu da canfəşanlıq edən komitə rəhbərinin əməlləridir. Valideynlər qeyd edirlər ki, məktəbdə bəzi müəllimlər isə fərdi yığımı üstün tutaraq valideynləri tək-tək pul verməyə məcbur edirlər. Çünki ayrı-ayrılıqda pul veriləndə məbləğ daha da yüksək olur. Sübut üçün qaynar xəttimizə göndərilən valideyn komitəsinin rəhbərinin səslərini sizə təqdim edirik. Yadıma düşdü ki, müəllimlər günü 10 gün qalıb. Səhv eləmirəmsə, keçən il 25-dən yığmışdıq. Bu il 30-dan yığacaq fən müəllimələrinə. Çünki çatmır. Heç olmasa hər fən müəlliməsinə sinif adına 20 manat verir. 30 manatdan yığacaq qızlar. Roza müəllim 20 manat, 10 manat fən müəllimələrinə. Qızlar, bir də ki, burada bir söhbət var. İndi mən sizə deyim də. Valideyn, məsələn, valideyn var deyir ki, mən niyə müəllimə pul verirəm? O zaman uşağım 3 alır. Biri deyir, mən niyə müəllimə pul verirəm? O zaman uşağımın üçün 4 eləmir. Biri belə deyir. Biri deyir, niyə müəllimə olsa maaş alır da, müəllimə nə hörmət eləyəcək? İşidir da. Biri belə deyir. Prosta qızlar hara fırrat çox, ildə 2 dəfə müəllimə biz hörmət eləyirik də. Neyinirik? O da nə hörmət eləyirik? 100 manat veririk, 200 manat veririk. Neyinirik? 20 manat pul veririk, 10 manat da fən müəlliməsinə. Uzaqbaşı biz ildə 2 dəfə pul yığırıq. Müəllimə yazıq şeydir. O da aparır üstünü düzəldir, o zavod. Siz bilmirsiniz, indi Quran and olsun, Allah haqqı çox çatmır. Onun 2 qatını qoyursun, aparır zavod direktor, o bu hamısının qapısına kimi, kitabxanasına kimi görür. Hamısını görür müəllimə. Allah and olsun. O nə puldur ki, 30 manat gündə xərcləyirik onsuzsa. Düzdür qızlar. Yəni qoşulmaq lazımdır. Qızlar, bir də nə deyirəm? Kim müəlliməni tək təbrik eləmək istəyir? Onlar da müəlliməyə heç kim aparıb, yəni əlində konvert verməsin. Kim ki müəlliməni tək təbrik eləyəcək, qoysun nə verəcəksə konvertinə, adın yazsın üstünə, versin mənə, onu da mən verəcəm müəllimə. Yəni heç kim girib tək-tək müəlliməyə nəsə uzatmasın. Hamı da bir nəfər kimi verməlidir. 30 manat pulu verməyə nə bilmir, vermək istəmirlər. Hər şeyə pul tapır indi bəzi valideynlər. Deməli qızlar, mən müəllimə ilə danışdım indi. Bizim bütün fən müəllimələrinin hamısını müəllimə hesablayıb 300 deməli səhv eləmirəmsə 20 dedi. Ya 20 dedi ya o. Yəni bu qədər pul eləyir fən müəllimələrin pulu. Bir dənə riyaziyyat müəlliməsinə 40 manat pul veriləcək. Başa düşdünüz? Müəllimə deyir ki, bu müəllimlər günüdür də. Yəni 8 mart deyil də. Məsələn, tutaq ki, 8 mart olsaydı, deyərdim ki, deyirəm yarısını təbrik eləyək, yarısı qalsın. Yəni müəllimlər günündə hamısı təbrik olunmalıdır da. Olmasa Roza müəllimədə iştirak eləməyən valideynlər fən müəllimələrində iştirak eləsinlər. Xatırladaq ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü ərəfəsində açıqlama yayıb. Açıqlamada vurğulanır ki, müəllimlərə hər hansı maddi və qeyri-maddi hədiyyələrin verilməsi, pul yığılması və oxşar hallara yol verilməsi qəti şəkildə qadağan edilir. Qaydalara əsasən məqsəd təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, valideynlərlə müəllimlər arasında düzgün münasibətlərin qurulması və sağlam iş mühitinin qorunmasıdır. Həm məktəb rəhbərliyi, həm müəllimlər, həm də valideynlər bu məsələdə aktiv olmalı. Hər hansı neqativ hallara rast gəldikdə dərhal müvafiq qurumlara müraciət etməlidirlər ki, təhsil müəssisələrində ədalətli və təhlükəsiz mühit təmin olunsun. Təəssüflər olsun ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xəbərdarlığına məhəl qoymayan məktəblər hələ də var. Fikrimizcə, agentliyin əməkdaşları otaqda oturmaqla işini yekunlaşdırmamalı, ictimaiyyətlə işləməli, müvafiq müraciətlərə baxmalıdır. Məktəblərdə valideynlərdən hərdən bir bahanə. Son illərdə